Sən necə yazmısan? Odunçunun problemi olanda müdirə söyləmişdi. Cədvəldə problemi həll etmirdi. Hər ikisi də iş verdilər. İşçini həvəsləndirir. Otaq olaraqsa insanlara iş verir. Sən necə yazmısan Duyğu? Deyməyə də. Yazmışam ki, müdir onun səhvinin özündə olduğunu anlatdı və düzgün yol göstərdi. Cədvəldəşdə də yazmışam ki, müdir elçinin səhvinin olduğunu gördü, onu danladı. Əsas səhv budur uşaqlar. Siz yazmışsınız. Birinci dəstək olur, özünüz düzgün. Amma ortaq xüsusiyyəti hər ikisi idarəçidir, hər ikisi işə götürən işçini işə götürür. İndi kimdə doğru? Aha, yaxşı. Növbəti, sən necə yazmısan? Sənin bu sözlərin mənə sakitlik gətirdi. Yazmışam. Mənim ağlıma gəlməzdi ki, heç cümlə tapa bilməyəcəm. Həqiqi yazmışam, özümlə tapmaram. Özdə sırf tamamda bir şey. Yazmışam. Həqiqi yazmışsan, sözümlə Tapamamışam da problem. Yəni frazeoloji birləşməyə Odun kəsmək, yol